Mənə bir qardaşımız yazdı, dedi ki, qızım dünyasını dəyişib istəyirəm, qızımın əziz xatirəsinə bir şeir yazıb səsləndirəsiz. Allah məkanını cənnət, ruhunu şad eləsin bacımızın. Bu şeirimizdə atası Elməddin qardaşımız tərəfindən cavan yaşda, vaxtsız, vədəsiz dünyadan köçən qızı Avcul bacımızın əziz xatirəsinə həsr olunur. Yazmışam ki, dünyamı başıma dağıtdın getdin. Dünyamı başıma dağıtdın getdin, mən həsrət qalmışam üzünə qızım. Bircə gün evinə qonaq gələydin, canımı verərdim yolunda qızım. Nə günah eylədim qarşında Allah? Rəvamı bu yaşda solsun, saralsın. Əziyyətlə, zülümlə böyüt balanı, sonunda əcəli vaxtsız aparsın. Talihin qaraydı, qara yazıldı. Üzünə gülmədi həyat balamın. Cənnətin qapısını açsın nur üzünə. Sən eylə yerini rahat balamın. Cənnətin qapısını açsın nur üzünə. Sən eylə yerini rahat balamın.